Savaşının bir neçə gün öncə Berlində çıxışı zamanı Paşinyan yalnız Konstitusiya Məhkəməsi qərar verərsə biz referendum dəyişikliyinə gedəcək və Konstitusiyanın preambulasının dəyişdirilməsinə qərar verəcək məzmununda da fikirlər səsləndirilir. Bu və digər məsələlər sualları studiyamızın qonağı siyasi ekspert Müşfiq Abdullah ilə müzakirə edəcək. Müşfiq bəy, axşamınız xeyir olsun Müşfiq bəy. Axşamınız xeyir Hülya xanım. Teşekkür edirik dəvətimizi qəbul etdiyiniz üçün də. Müşfiq bəy, necə dəyərləndirirsiniz? Ən son elə Paşinyanın Berlində ifadə etdiyi fikri mən səsləndirmiş oldum ki, Konstitusiya Məhkəməsi qərar verərsə yalnız referendum dəyişikliyinə gediləcək. Yəni bu bəyanatı həm də belə bir dəyişiklik olmayacaq kimi də biz oxuya bilərikmi? Bəli, Paşinyanın bu açıqlamasının arxasında əslində bir xüsusi məqam gizlənir və ola bilsin ki, çoxları üçün aydın deyil. Yəni Paşinyan bununla nə demək istəyir? Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasına Azərbaycanın tələb etdiyi kimi dəyişikliyə razılıq verəcək yoxsa yox? Məsələ burası. Çünki Ermənistan Ədliyyə Naziri bildirir ki, Konstitusiya layihəsi artıq hazırdır və mart ayında hökumətə təqdim olunacaq və bundan sonra hamı Azərbaycanda da bu diqqətlə izlənilir və gözlənilir ki, bu məsələ yəni ictimaiyyətin müzakirəsinə çıxarıldıqdan və hökumətə təqdim olunduqdan sonra Ermənistan Konstitusiyasının preambula hissəsi, yəni Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan preambula hissəsi Konstitusiyanın mətnindən çıxarılacaq ya yox. Paşinyan isə bildirir ki, buna Konstitusiya Məhkəməsi qərar verəcək. Konstitusiya Məhkəməsi icazə versə biz bunu çıxardarıq. Bu nə deməkdir? Əslində burada Paşinyan Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarına istinad edir. Və həmin qərar 1794 saylı həmin qərar deməli, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə olmuş razılaşmanın təsdiqi üçün bir qərar çıxarılmışdı Konstitusiya Məhkəməsi tərəfindən və həmin qərarda iddia olunur ki, güya Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Ərazi, yəni preambula hissəsində daha dəqiq desək, Azərbaycana qarşı hər hansı ərazi iddiası... Heç bir ölkəyə qarşı hətta. İfadə edir ki, heç bir ölkəyə qarşı belə bir ərazi iddiası yoxdur. Orada əslində Konstitusiya Məhkəməsi 1794 saylı qərarda 3 konkret olaraq 3 məqama istinad edilir. Birinci ondan ibarətdir ki, yəni Konstitusiya Məhkəməsi göstərir ki, preambula hissəsində əks olunan məsələ Konstitusiyanın mətnində ayrıca müddəa şəklində əks olunmuyor. Yəni bu yalnız Konstitusiyanın. Yalnız bunu preambula hissəsində əks olunur və digər Konstitusiyanın digər mətnində ayrıca müddəa kimi təsdiq olunmuyubsa, bu başqa dövlətə qarşı ərazi iddiası deyil demək, bu absurd bir fikirdir. Çünki bütün dünya praktikasında belədir ki, istər qanunvericilikdə, istər konstitusiyada preambulanın mətni digər maddələrdə konstitusiyanın və ya qanunun mətnində ayrıca müddəa kimi nəzərdə tutulmur. Yəni bu beynəlxalq aləmdə öz əksini tapmış, təcrübədə öz əksini tapmış bir məsələdir. Lakin Ermənistan qanunvericiliyinə gəlin baxaq. Orada nə göstərilir? Ermənistan hüquqi normativ aktlar haqqında Ermənistan Respublikası qanunun 13-cü maddəsində göstərilir ki, orada preambulanın təfsiri verilir, hüquqi təfsiri və göstərilir ki, preambula hüquqi normativ aktın strukturuna daxildir. Bu nə deməkdir? Yəni ki, Konstitusiya nədir? Konstitusiya ali hüquqi sənəddir və bütün qanunlardan üstündür. Və burada da preambulada ali hüquqi sənədin, yəni Konstitusiyanın tərkib hissəsi kimi bütün qanunlardan üstündür. Ona görə də preambulada Azərbaycana qarşı ərazi iddiası varsa, bu deməkdir ki, bu Konstitusiyada təsbit olunub. Yəni, şərt deyil ki, ayrıca maddələrdə təsbit olunsun.
Eləcə də bu digər maddələrdə, yəni Konstitusiyanın özündə öz əksini tapıb. Həmin o maddənin 13-cü maddənin hüquqi normativ aktlar haqqında qanunun 13-cü maddəsində göstərilir ki, fikrimizə sübut üçün deyimdir, göstərilir ki, preambula maddələrə, bəndlərə bölünmür, nömrələnmir və digər maddələr Konstitusiyanın və qanun hüquqi aktın mətnində ayrıca maddə kimi göstərilmir, təsbit olunmur. Yəni bütün bunlar göstərir ki, bu normal bir hüquqi prosedurdur və bu o demək deyil ki, Ermənistan Konstitusiyasının preambulası Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutmur. Yəni bu bir absurd yanaşmadır. İkinci orada istinad edilən məqam ondan ibarətdir ki, Ermənistan Konstitusiya Məhkəməsi göstərir ki, Almatı bəyannaməsi ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Və ona görə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması barədə fikrin heç bir hüquq əsası yoxdur. Bilirsiniz, Almatı bəyannaməsi 1991-ci il, bilirsiniz ki, dekabrın 21-də imzalanıb. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Muxtar Vilayətinin, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qanunsuz qərar qəbul edir. Və Azərbaycan da bugün həmin qərarın, sonra o bilirsiniz ki, Ermənistan müstəqillik bəyannaməsinə daxil edildi o qərar və sonra da Ermənistan Konstitusiya Məhkəməsinə daxil edildi. Ermənistan Konstitusiyasının mətninə, preambula hissəsinə daxil edildi. Azərbaycan da məhz bunun ləğvini tələb edir. Ermənistan isə deyir ki, biz Almatı bəyannaməsini sizin müstəqilliyinizi tanıyırıq. Almatı bəyannaməsi, yəni imzalanmazdan 2 il qabaq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozan və o vaxt mövcud olmuş inzibati sərhədləri tanımaqdan imtina edən qərar qəbul etmişdir. Almatı bəyannaməsinin 3-cü bəndində göstərilir ki, bu sənədi imzalayan respublikalar bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalı, Sovet dövründə mövcud olmuş inzibati sərhədləri toxunulmazlığını təmin etməlidir. Amma Ermənistan həmin sənədi imzaladıqdan sonra Azərbaycana qarşı işğalçılıq müharibəsini davam etdirib və Azərbaycanla həmin 3-cü bəndin tələblərini pozub, üstəlik də Azərbaycan ərazi bütövlüyünün suverenliyi pozub, üstəlik də Ermənistan Azərbaycanla Sovet dövründə mövcud olmuş inzibati sərhədləri tanımaqdan imtina edir. Bu da ikinci faktdır. Üçüncüsü, Ermənistan Ermənistan Konstitusiya Məhkəməsi həmin qərarında, 1794 saylı qərarda göstərir ki, Ermənistan Azərbaycanın Praqa bəyannaməsi ilə ərazi bütövlüyünü tanıyır. Yəni Praqa bəyannaməsi də bilirsiniz ki, 2022-ci il oktyabr ayında imzalanıb. Həmin bəyannamənin imzalanmasından ötən müddətdə hələ də Ermənistan Dağlıq Qarabağ, keçmiş Dağlıq Qarabağ deyək də, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi de-yuri tanıyan hər hansı bir qərar qəbul etmir. Bu bir. Bundan başqa Azərbaycanın 4 kəndini hələ də işğal altında saxlayır və bununla da faktiki olaraq Ermənistan Praqa bəyannaməsini pozmuş olur. Bax, bütün bunlar göstərir ki, həmin qərarın heç bir əsası yoxdur və Ermənistan tərəfi həmin Konstitusiya Məhkəməsinin 1794 saylı qərarına istinad edib, preambulanı yenidən Konstitusiyanın mətnində saxlaya bilməz. Əgər onlar onu saxlasalar, yenidən deməli, Azərbaycana qarşı ərazi iddiasını rəsmən davam etdirmiş olacaq Ermənistan və nəticədə Azərbaycan tərəfi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesi pozula bilər və gələn il Ermənistanda seçkilərdən və ardınca da Konstitusiya islahatından sonra
gözlənilən o hansı bir ümid edirik bir sülh sazişinin imzalanacağına bu baş tutmaya bilər. Və bu da Ermənistanın günah hücumatından baş tutmaya bilər. Ona görə də hesab edirəm ki, Ermənistan bu məsələdə obyektiv mövqe tutmalıdır və Konstitusiya Məhkəməsinin qərarını kənara qoyub burada siyasi iradə nümayiş etdirməlidir və preambula hissəsini Konstitusiyanın mətnindən çıxartmalıdır. Çünki burada yalnız Azərbaycana qarşı yox, həm də Türkiyə ərazi iddiaları var. Bilirsiniz də. Yəni az öncə ona görə dedim ki, Paşinyan bildirib ki, heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Halbuki ən az 3 dövlətə qarşı var. Türkiyənin 6 vilayətinə Ermənistan ərazi iddiası var, Qərbi Ermənistan ifadəsi var, orada üstəlik orada soyqırımı dünyada tanınması məsələsi bir siyasi vəzifə kimi qoyulur qarşıya. Ona görə də bax bu məsələlər mən hesab edirəm ki, Ermənistan bu səhvə növbəti dəfə yol verməyəcək və 1995-ci ildə konstitusiya salmaqla o məsələni səhvə yol vermişdilər və onu aradan qaldıracaq. Mən əgər vaxtımız varsa deyim ki, 95-ci ildə Ermənistan konstitusiyası qəbul olunanda preambula müstəqillik bəyannaməsinə istinad hissəsini prezident Levon Ter-Petrosyan razı olmur, razılıq vermirdi konstitusiya salmağa. Tək Petrosyan yox, ümumiyyətlə Konstitusiya Komissiyası razılıq vermirdi ki, bu deməli bu müstəqillik bəyannaməsində əks olunan məsələlər milli məsələlərdir. Hüquqi normativ qüvvəyə malik deyil, normativ xarakter daşımır. Ona görə də razı, lakin o vaxt Ermənistan müxalifəti çox güclü idi, silahlı idi, hakimiyyətə təsir imkanlarına malik idi. Ona görə də bunlar danışıb çox müzakirələrdən sonra ortaq bir məxrəcə gəldilər ki, müxalifətin nümayəndələri də Konstitusiya Komissiyasının tərkibinə daxil edildi 95-ci ildə və komissiyanın tərkibinə daxil edildikdən sonra belə bir qərara gəldilər ki, bu ayrıca müddəa kimi Konstitusiyanın mətnində öz əksini tapmasa da preambula hissəsini daxil edilsin və orada bu məsələ əks olunsun. Və beləliklə Azərbaycana qarşı Ermənistan ərazi iddiası, o cümlədən Türkiyə qarşı ərazi iddiası milli müstəvidən çıxarılıb, milli ideoloji müstəvidən çıxarılıb, hüquqi ona hüquqi normativ belə deyək, qüvvə verdilər və o Konstitusiyanın mətninə daxil olundu. İndi isə artıq imkan, şərait yetişib ki, həmin preambulanı oradan çıxarsınlar.